Video müraciətimi izləyən hər bir şəxsdən artıq dərəcədə xahiş edirəm ki, bəyənib paylaşın, abunə olun videomuza ki, bəlkə səsimiz bəlkə də müvafiq kəslərə, müvafiq qurumlara, lazımi yerə çata bilsin. Və mən Abdullayev Azad Zadiloğlu olaraq bildirirəm ki, illərdir ki, zülmə, xausa, hədə-qorxulara, təhdidlərə maruz qalmışam. Kimlər tərəfindən? Dövlət qurumları tərəfindən. Haqqımı istədiyimə görə əlimdə məhkəmə qətnamaları, haqqımı istədiyimə görə dəfələrlə döyülmüşəm və bunun haqqında müvafiq kəslərin də qabulunda olmuşam. Lakin baxan olmayıb. Əlimdə məhkəmə qətnamaları 80-dan çox qəbul keçirmişəm. Şəxsən xahiş edirəm, oxuyarsınız bu videonun altında kimin qəbulunda neçə dəfə olmuşamsa, hamısını bircə yazacağım. Qoy baxıb utansınlar o dövlət qurum rəhbərləri ki, o məmurlar ki, vətəndaş bir məsələyə görə illərdir ki, səsin sosial şəbəkələrdən, məktub vasitəsilə bütün dövlət qurumlarına, bütün müvafiq orqanlara çatdırır, lakin bunun məsələsi bugünə kimi həll olunmayıb. Qoy əgər utanan sifətləri varsa, baxsınlar. Çünki bu dövlətin mandatını daşıyan dövlət qurum rəhbərləri bu dövlətin adından çıxardılan məhkəmə qətnamalarının icra olunmasını ötürü heç bir addım atmırlar. Əksinə olaraq vətəndaşdan cənab prezidentə gedən müraciətləri oğurlayırlar. Necə ki, dövlətin büdcəsindən pulları oğurlayırlar, öz bağlarına yedizdirirlər, öz nəsl əqrabatlarına yedizdirirlər, elə də vətəndaşından gələn məktubları oğurlayırlar. Çünki bunların nütbəsi oğurluqla başa gəlib. Cənab prezident, illərdir ki, mən əlimdə məhkəmə qətnamaları qapıları gəzirəm. Bugünkü günə qədər mənim məsələm həll olunmayıb. Hətta minlərlə sizə müraciət elədiyim halda dövlət qurumları bu məsələni bugünkü günə qədər bugünkü kimi həll eləməyiblər. Bir sizin qəbulunuza girməmişəm, o da mümkündür. 100 dəfələrlə xahiş eləmişəm, məktub vasitəsilə, elektron poçt vasitəsilə ki, məni qəbul edin, lakin bugünkü günə qədər qəbul olunmayıb. Niyə dövlət qurumları, dövlətin adından çıxardılan məhkəmə qətnamanı icra eləmirlər? Çünki vətəndaşın əmlakını mənimsəyən onların öz məmurlarıdır. Onların zirzibillərini örtbasdıq eləməkdən ötürü bu oyunları vətəndaşın başına gətirirlər. Vətəndaşı zülmə, xausa, hədə-qorxulara təhdid edirlər. Hədə-qorxu altında saxlayırlar vətəndaşı. Kim baxacaq buna, cənab prezident? Mən durub icra edəcəm bu məhkəmə qətnamaların. Niyə dövlət qurumu, nazirlik öz Nazirlər Kabinetinin qərarını icra eləmir? Niyə borclu olan təşkilat, kiçik qızlar balıq artırma təsərrüfatı ekologiyadan alınıb Kənd Təsərrüfatı Nazirliyinə veriləndə niyə Ekologiya Nazirliyi, Ədliyyə Nazirliyi də burada saxtakarlıq eləyib? Balansda göstərməyiblər ki, bu qurumun məhkəmə qətnamalarından əsasən borcu var. Niyə? Bu mənim günahımdır. Mən buna görə dəfələrlə də Nazirlər Kabinetində oldum qəbullarda. Baş nazirin birinci müavini Yaqub Əyyubovun da qəbulunda oldum. Hanı? Baxan var. Axırıncı dəfə sizin köməksiz Fuad Əsgərovun şəxsən qəbulunda oldum. Hanı? Baxan var. Dəfələrlə Ombudsmanın, 10 dəfələrlə Ədliyyə Nazirliyinin, bütün baş prokurorunun dəfələrlə, mən onların hədə-qorxulara görə cənab Vilayət Eyvazovun baxan var. Yoxdur baxan. Yoxdur baxan, vətəndaşı saya salan yoxdur, cənab prezident. Dövlətin qanunlarını saya salan yoxdur. Məmurların başı qarışıb, büdcədən oğurlayıb xaricə çağırsınlar. Biz də məcbur qalırıq. Bundan sonraki videolarımızı xarici ölkələrin rəhbərlərinə deyəcək ki, bizdən oğurlanan pulları gətiriblər, sizin dövlətinizə saxlayırlar. Xahiş edirəm, o puldan bir çimdik götürüb, bir damla götürüb, mənə də misyanı ödətdirin. Ya cənab prezident, bu məsələni nəzarətə götürün. Cənab hörmətli Mehriban xanım Əliyeva, bu məsələni nəzarətə götürün. Mənə dəyin misyanı, əlində olan məhkəmə qətnamalarına tərəf. Və bunun o tərəfəsi yoxdur. Ali məhkəməyə qədər mənə xeyrimə qərar verir. Bütün qanunlar mənim tərəfimdədir. Bütün qanunlar mənim tərəfimdə olmayan bir nöqtə, bir cümlə bir şey yoxdur burada. Kör. Mən bir kör gözümlə baxıram, bunlar iki gözlərlə baxıb bunu görə bilmirlər.
Mən bir gözümlə baxıram, bir gözümlə baxıram, bunu görürəm. Buna iki gözlə baxa bilmirlər. Hələ bir dənə də açıq vurublar, onlar 4 dənə göz bunlarda. Yəni bunlar bunu görə bilmirlər bunu. Ki bu dövlətin qanunudur. Dövlətin pulunu oğlaya bilirsiniz, vətəndaşa pul verə bilmirsiniz. Çünki dövlətin atababuzdan gətiriblər sizin. Bu dövlətin büdcəsi hamısı sizindir. Bu dövlətin mandatını daşıyırsınız, bu dövlətə də xəyanət edirsiniz. Xalqın hesabına oturmusunuz stollarda. Prezident deyir ki, mən xalqın xidmətçisiyəm və məmurlar da xalqın xidmətçisidir. Xalqa görə bu vəzifələrdə oturmuşuq. Amma prezident deyir, qalır prezident üçün. Məmurlar bu qulaqlananlar bu qulaqlarına verirlər. Prezident dediyi də biz xalqa sistemimizi eləyək də. Biz altımızı dolduraq, bağlarımız üçün milyonlu şərait qoyaq, 100 milyonlu xaricdə ev alaq, milyardlı həyat yaşadaq, xalq adından ölsün. Xahiş edirəm cənab prezident, bu masanı şəxsi nəzarətə götürün. Xahiş edirəm Mehriban xanım Əliyeva, bu masanı şəxsi nəzarətə götürün. Bəsdir mən illərdir zülüm çəkdim. Bəsdir illərdir mən xaosa maruz qaldım. Bəsdir illərdir mən hədə qorxulara maruz qaldım. Bəsdir illərdir əlimdə məhkəmə qatlanmaları, dövlətin adından çıxardılan məhkəmə qatlanmaları məmurların qapısında mən süründüm. Bu məmurlara bir dəfə tapşırıq verin ki, əgər sizin dininiz yoxdur, imanınız yoxdur, yəni sizin şərəfiniz də yoxdur ki, bu dövlətin mandatını əlinizdə daşıdığınız halda dövlətin qanunlarına riayət eləmirsiniz, dövlətin adından çıxardılan məhkəmə qətnamalarını icra eləmirsiniz, vətəndaşa dəymiş ziyan ödəmirsiniz, dəymiş ziyanı, demirsiniz ki, vətəndaş bir manat borcu olsa, vətəndaşın anasını da aladıb alarsınız bu pulu vətəndaşdan. Xahiş edirəm cənab prezident, bu məsələni nəzarətə götürün və bu məsələnin həlli yolunda mənə əlinizdən gələn köməkliyi əsirgəməmənizi xahiş edirəm.